Gəncədə həbs edilən meyxanaçının kimliyi məlum olub. Mətbuat az teleqrafa istinadən xəbər verir ki, həbs edilən meyxanaçı Fərid Gəncəli ləqəbi ilə tanınan Fərid Salahovdur. Gəncə şəhərində meyxanaçı həbs edilib. Mətbuat az teleqrafa istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Rəşad Cəfərov aprelin 22-sində Gəncə şəhəri ərazisində 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gəncə şəhər narkoloji dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb. O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb. Rəşadın barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə ittiham elan olunub. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Cəfərov özünü təqsirli bilib, o ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur, şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da nikahımı rəsmiləşdirməmişəm. 2-3 ildir narkotik vasitədən istifadə edirəm, məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm, buna görə peşmanam. Xeyli vaxtdır narkotik vasitə, marixuana qəbul edirəm, narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələblərinə tabe olmamışam. Gəncə şəhər məhkəməsinin qərarı ilə Rəşad Cəfərov 15 gün müddətində inzibati qaydada həbs edilib.